Suallara keçirəm sizin icazənizlə. Dinlər, o cümlədən İslam niyə millətçiliyə, milli mənlik şuuruna qarşıdır? Rüfət bəy, öncə təşəkkür edirəm. Mən təşəkkür edirəm. Məni verilişə dəvət etdiyinə görə, işinə, gücünə, bütün bu gerçəkdən, bu fədakar işinə, mücadiləsi ruhuna təşəkkür edirəm. Siz var olun. Allah sizə sağ olun, sağlıq gəldiniz. versin. Bəli. Sizin önəmli özəlinin biri də budur ki, vətəndaşların, dostlarımızın, bizim mövqeyimizi bəyənənlərin və bəyənməyənlərin hamısının suallarına yer verirsiniz, cavab istəyirsiniz. Bizim də məqsədimiz və burada mən onu da söyləmək istəyirəm. Səmimi olmağa çalışıram. Bizim də hədəfimiz hür düşüncə. Bəli, yəni kiməsə dini təbliğ eləmirəm burada. Düşüncələrimi paylaşıram. Ən azı bir dənə ricam var. Mənim dediyimi də düşün. Buradan da bax. Ön yargılı olmayaq, hər şeyi inkarlamayaq. Birincisi budur ki, baxın, din, yəni İslam dini deyək, Quran-ı Kərim insanların öz milli kimliyini əsla yasaqlamaz. Baxın, ən məşhur ayələrdən biri budur. Mən sizi qövm yarattım ki, bir-birinizi tanıyasınız. Baxın, bir-birinə savaşasınız yox, bir-birinizi öldürəsiniz deyil, bir-birinizi tanıyasınız. Baxın, insanın düşünmə biçiminə biri budur ki, Rüfət bəy, fərqlilik insanları həyatı tanıdır. Zənginliyi göstərir, Allahın qüdrətini göstərir. Sonra, hər dil, baxın, Allah buyurur ki, hər dil bir ayədir. İnsanların milli kimliyin ən mühüm əlaməti nədir? Dildir deyirsin. Bax, dildir. Amma Allah buyurur ki, hər dil bir ayədir. Bir dili öldürmək, bir ayə öldürməkdir. Ayə yalnız Quranda yazılan cümlələr deyil, dillər də ayədir, rənglər də ayədir, millətlər də ayədir, qövmlər də ayədir. Allah nəyə qarşıdır? Allah mənsub olduğun irqi ya da milləti üstünlük ölçüsünə çevirməyə qarşıdır. Rasizm, irqçilik. Peyğəmbərimizin həyatına baxın, bax, Peyğəmbərimizin bir ərəb kimliyi var. Baxın, Peyğəmbəri bizi ancaq elə Peyğəmbər kimi düşünürük, elə deyil. Peyğəmbərimizi belə sıra-sıra, bax, Peyğəmbərin ərəb kimliyi var. Yedikləri ərəb adətinə uyğundur. Mən Peyğəmbərin yediyinə məcbur deyiləm ki, o ərəblərin içində böyüyüb, onların adətlərini görüb, onlar necə yaşayır? Ağız dadı var. Bəli, Peyğəmbərlərin, onların yediyi qida başqa, türklərin yediyi başqa, ingilislərin yediyi başqadır. Hansı din bizə məcbur edir ki, Peyğəmbər nə yeyib, sən də onu yeyib? Belə bir şey yox. Peyğəmbərin geyimi ərəb adətinə uyğundur. Hava isti, səhra, çöl, o şəraitə uyğun insan necə geyinə bilirsə, o cür geyinib. Mən Peyğəmbər kimi, onun geyindiyi kimi geyməyə borçludur. Sünnə bu deyildir. Elə deyilmi? Yəni, demək istəyirəm ki, Peyğəmbərin yediyi, geyindiyi, danışdığı, ailə qurmaları, getmələri, gəlmələri bir ərəb adətlərinə uyğunluğu var bunun. Ərəblərdən kənar deyil ki, Peyğəmbərin. Amma Peyğəmbərin tutaq ki, dövlət başçısı kimliyi var, Peyğəmbər kimliyi var, dini kimliyi var. Yəni Allah bizə hər millətə sayğı duyur.